Azərbaycan ordusunun hərbiçisi həlak olub. Doğru xəbər Azərbaycan bildirir ki, hərbiçimiz Quliyev Ələkbər Rizvanoğlu təlimdə paraşütün açılmaması nəticəsində həyatından olub. O bugün doğulduğu Biləsuvar rayonunun Əlabad kəndində torpağa tapşırılıb. Qeyd edək ki, 7 il ordu sıralarında xidmət edən Quliyev Vətən müharibəsində qəhrəmancasına döyüşüb, subay idi. Beynəlxalq Muğam Mərkəzinin quruluşçusu rejissoru İlqar Əkbərov 53 yaşında vəfat edib. Doğru xəbər Azərbaycan bildirir ki, bu barədə mərkəz özü məlumat yayıb. Qeyd edək ki, İlqar Əkbərov 1994-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətində musiqi tərtibatçısı kimi fəaliyyətə başlayıb. 2021-ci ildən isə Beynəlxalq Muğam Mərkəzində quruluşçu rejissor kimi çalışırdı. Şəmkirdə mübahisə edən ərini ayırmağa çalışan qadın xəsarət alıb. Məlumata görə hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili halda küçədə nalayiq ifadələr işlədib. Bu zaman qadının həyat yoldaşı həmin şəxsə iradını bildirib. Tərəflər arasında əlbəyaxı dava baş verib. Nəticədə içkinin təsiri altında olan şəxs ərini davadan ayırmaq istəyən 21 yaşlı qadına kəsici alətlə xəsarət yetirib. Hadisəni rayon sakini 46 yaşlı İsmailovun törətdiyi ehtimal olunur. Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır. Əlavə məlumatlar veriləcək. Sabunçu rayonunda 52 yaşlı kişinin meyidi tapılıb. Hadisə Maçdağı kəndində qeydə alınıb. Belə ki, Etibar Asanovun üzərində zorakılıq əlamətləri olmayan meyidi yaşadığı evdə aşkarlanıb, baş vermiş ölüm faktı ilə bağlı araşdırma işlərinə başlanılıb. Daha bir hərbi qulluqçumuz həyatını itirib. Bu dəfə hadisə Dövlət Sərhəd Xidmətinin hərbiçisinin başına gəlib. Belə ki, Unikal xəbər verir ki, baş çavuş Fərid Ağam Aliyev iyulun 15-də dünyasını dəyişib. Mərhum nişanlı idi. Allah rəhmət eləsin.